Daha sonra Allah Teala Bəqərə 262-də buyurur ki: "Ellezine yunfikun amwalihim fi sabilillah." O kəslər ki, Allah yolunda infaq eləyərlər və la xawfun alayhim və lahum yahzanun. İkinci düstur budur ki, istəyirsən insan qəlbin aram olsun, bu ayda Allahın sənə bəxş etdiyi nemətlərdən Allah yolunda infaq elə. Bu ayın adlarından bir hədislərdə budur ki, Rabiul Füqarad, fəqirlərin baharıdır. Bu ayda insan şəhid aylarını ziyarət edir. Bu ayda insan o kimsəsizlər evini ziyarət edir. Bu ayda insan öz yaşadığı məntəqədə bir dənə ailəyə belə baş çəkərsə, bu fəqirlərə də salmalıdır. Allah buyurur ki, bu ayda daha üstünlüydü ki, insan istəyirsən qəlbin aramı olsun, bu ayda fəqirləri yaddan çıxartma. Əgər fəqirləri ziyarət eləsən, ora baş çəksin, sənin qəlbin aram olar. Və bu aramlıq o ibadət itaətlə ləzzət almağa sənə yardımcı olar.